analitik üsullar hansılardır? Strateglər təhlil aparır, analiz edir, oxşar və fərqli cəhətlərin tapır da. Bəli. Analitik üsulda analitik strategiya dedikdə ümumiyyətlə analitik sözü demişik ki, analiz sözündən götürülmüşdür. Burada təhlillər aparılır, burada müqayisələr aparılır, burada problem həll olunur. Bəli, səbəb-nəticə əlaqəsi üzə çıxarılmış olur. Sonra başqa nə deyə bilərik? Burada məsəl üçün deyə bilərik ki, səbəb-nəticə əlaqəsinin üzə çıxarılmasıdır, oxşar və fərqli cəhətlərin tapılmasıdır, ümumiyyətlə fərqləndirmədir, təhlillərin aparılmasıdır, nəticələrin əsaslandırılmasıdır, ümumiləşdirmədir. Bunların hər biri analitik strategiyalara daxildir. Təfəkkürə, zehin, idrak bunlara bağlıdır. Bəli, zehnə əsaslanan, təfəkkürə əsaslanan idraki fəaliyyətlərlə əlaqəlidir. Analitik strategiyalar hansılardır, Həmal müəllimə?